Salam əleykum, əziz və dəyərli izləyicilər. Sizinlə mənəm. YouTube kanalı Savrod Media gündəminin təsisçi baş redaktoru, video bloger Böcək Hüseynov. Azəriqazdan xəbərdarlıq var. Sabahları 17 fevral 2026-cı il saat 10:00-dan Sabirabad rayonu Saatlı və İmişli rayonlarında 3 rayonda qaz təsisatında fasilə yaranacaq. Deməli, Sabirabad rayonu Azad kənd istiqamətində Azəriqaz orada təmir işləri aparacaq. Sabirabad rayonunun bir qismi və Saatlı İmişli rayonlarında qaz olmayacaq. Qismən fasilə olacaq. Deməli, Sabirabad rayonu Azadkənd, Qaragüney, Qaratəpə, Mürsəlli, Nərmankənd, Gürkəndi, Bulaqlı, Sabirabad rayonu daxil Saatlı və İmişli rayonlarında və kəndlərində qaz olmayacaq. Gün ərzində qaz təminatı bərpa olunacaq. Nəzərinizə çatdırıram ki, Sabirabad rayonunun Quruzma, Qəzli, Surra, Balvar, Cavad, Qasımbəyli kəndlərində qaz təsisatında fasilə olmayacaq. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun. Sizinlə mən idim. Video bloger Böcək Hüseynov. Sabirabad Media gündəmi üçün. Sizlərdən xahişimiz mənim TikTok səhifəmi, YouTube səhifəmi, Facebook səhifəmi izləmədə qalın ki, Sabirabad rayonunda ən son xəbərlərdən ilk xəbər tutan siz olun.